Bilirsiniz, biz artıq Rəcəb ayının qarşılayırıq. Gələn həftə inşallah Rəcəb ayıdır. Rəcəb, Şaban, Ramazan, bunlar mənəviyyat aylarıdır. Bu 3 ay, insan həyatında bu 3 aya xüsusi bir yer ayırmalıdır. Mənəviyyatımızı doldura bilək ki, gələn bu 3 aya çatana kimi o ömrümüzün o hissəsini mənəvi bazamız tükənməsin, bitməsin. Rəcəb barədə çox hədislərimiz var. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, Rəcəb Allahın ayıdır. Düzdür, bəzi rivayətlərimizdə Şəhrullah Ramazandır, Ramazan Allaha ayadlanıbdır. Bu hədisdə bu cür nəql olunub. Rəcəb Allahın ayıdır. Şəhri, Şaban mənim ayımdır. Ramazan ümmətimin ayıdır. Hər kəs bu ayda, yəni Rəcəb ayında oruç tutsa, böyük rizvanı əldə eləyər. Böyük rizvan bilsin nədir? Tövbə surəsində Allah Teala cənnətin nemətlərindən danışır. Altından irmaqlar, çaylar axan, meşələr, ağaçlar falanlar. Bundan sonra bir kəlmə deyir. Allahdan olan rizvan daha böyükdür. Cənnətin nemətlərindən də böyükdür o rizvan. Ki bu hədisdə də Həzrət Rasulullah buyurur ki, hər kəs bu ayda oruç tutarsa, ən böyük rizvanı əldə etmiş olar, ona haqqı çatar. Bu mənəviyyat aylarında başlayırıq Rəcəb ayı ilə. Sonra gəlirik ki, Rəcəb ayı bu hədisdə Allah ayadlanır. Sonra gəlir Şabana, Peyğəmbər ayına. Sonra gəlir Ramazana ki, Ramazan ümmətin ayıdır. Niyə hədisdə bu xüsusiyyətlər vurğulanıb? Balaca bir ona işarə eləyək. Rəcəb azuqa toplama ayıdır. Mənəvi azuqanın başlanğıc ayıdır. Gərək qəflətdə olmayasan, bu ay çalışasan, azuqanı toplayasan. Nafilə ibadətlərlə, bu ayda təyin olunmuş namazlar var, zikirlər var, Quran-ı Kərim oxumaqla, oruç tutmaqla. Şaban ki, Rasulullah deyir, mənim ayımdır. Şaban, Peyğəmbər və Əhl-i Beytin təvəssül ayıdır. Təvəssül təhcə o demək deyil ha, məsələn biz gedək öz dünyavi ehtiyaclarımız üçün Peyğəmbər və Əhl-i Beytinə təvəssül edək. Bu təvəssülün ən aşağı mərhələsidir ki, biz gəlirik məsələn deyirik ki, ilahi Peyğəmbərə xatir və ya Əli ibn Əbi Talib xatir, xəstəmə şəfa ver deyirik, ruzi istəyirik, filan istəyirik, aşağıdır bunlar. Dünya istəyi olduğu üçün aşağıdır. Təvəssül vasitə deməkdir. Peyğəmbər və Əhl-i Beyt bizi Allaha çatdıracaq vasitədə ən əsası budur. Biz bu ayda, Şaban ayında da buna diqqət etməliyik ki, Peyğəmbər və Əhl-i Beytin mənəvi aləminə daxil olmalıyıq. Onların yaşadığı mənəvi aləmi yaşamalıyıq ki, onlar vasitə olsunlar, bizi Allaha çatdırsınlar. Ramazanül Kərim də deyirik, görürüz, eşitmişsiniz yəni, səxavət ayıdır, mərhəmət ayıdır. Əməkdaşlıq ayıdır, yoxsullara, kimsəsizlərə, imkansız insanlara dəstək olmaq, kömək etmək ayıdır. Quran-ı Kərimdə buyurur ki, yaxşı işlərdə bir-birinizlə əməkdaşlıq eləyin, təqvalı işlərdə əməkdaşlıq eləyin ki, biz bunu daha çox Ramazan ayında görürük. Bu mənəviyyat aylarına diqqət edək və gəldik ki, Rəcəbdə çalışmalıyıq ki, ibadətdə özümüzü əridək, özümüzü ibadətə həsr eləyək.